Salam aleykum, hamını yeni videodan salamlayıram. Videonun başlığından da gördüğünüz kimi qarşımızda BYD Seal 05'in full variantıdır, yəni flagshipidir. Azərbaycanda bundan tək-tük görərsiniz. Bəzi elementlərin ola bilər, başqalarında görərsiniz. Bilirsiniz ki, bunun bir neçə komplektasiyası olur. Amma bu komplektasiyadan var. Maksimum üst-üstə götürsən bəlkə bir 10 dənəsi olar, olmaz. İndi fərqlər nədir? Onu Seal 05 sürənlər biləcək, bir də maraq olanlar. İndi bir-bir bütün fərqlərini sizə göstərəcəm. Və sonda əlbəttə ki, maşının qiyməti də deyiləcək. Çünki bu maşın satdıqdadır. Demək, gəlin başlayaq ilk öncə ön tərəfdən. Fərqləri sizə göstərim. İlk fərq, bir dəqiqə buraya işıq düşür. İlk fərq qabaqda gördüyünüz Paktroniklərdir. Hansı ki, yalnız fulllara aiddir, adilərdə olmur. Qabaq kamerasıdır. Gördüyünüz buferin üzərində. Və keçək yan tərəfə. Yan tərəfdə disklər 16-lıqdır. Bu adilərdə də gəlir. Burada heç bir fərq yoxdur və gördüyünüz 540-ın kameralarından biri. Bunu görsəz, hər hansısa bir Seal 05'də bilin ki, fulldan söhbət gedir. Və əlavə olaraq 1-2 dənə də burada kamera var. Halbuki Destroyer'ın fullunda bu yox idi. Bunlar indi hamısını göstərəcəm ki, fərqlər nəyə görədir və maşının alın şüşəsinin altında gördüyünüz 3 dənə kamera var. Biri Distronikdir, arama saxlamaq üçündür, video registratordur və yolda olan yol nişanlarının tanınması üçün olan bir şeydir. Hə, güzgüdə bir də yaddan çıxdı. Güzgüdə bu da gördüyünüz kimi yandan maniyə gələndə buradan sarı yanıb göstərir. Salonu göstərəcəm. Və arxada gördüyünüz əlavə kameradır. Hansı ki, Destroyer 05'in fullunda yox idi. Bu mənim üçün də yenilik oldu, heç bunu bilmirdim. Əvvəl elə bildim, adi bir element də qoyurlar da. Sən demə o değilmiş. Yəni bunun içərisində kameranın gördüyünüz də yəqin ki. Arxadan başqa heç bir fərq yoxdur. Arxada adi maşınlarda da olduğu kimi 4 dənə park radarı var. Arxa niyəsə, yəni bizdə düzdür, Destroyer'da da yoxdur bu. Amma həmişə gözləmişəm. Yəni Çinlilər üçün bilirəm ki, ucuz başlayan bir şeydir. Avtomatik bağlanması yoxdur. Və maşının üzərində sürpriz. Yəqin ki, bu aparatdan görmüşsünüz. İndi çıxarıb göstərmirəm. Bunun özünün belə qiyməti var. 500.000 manat arası. Halbuki bu buradan alınmayıb. Maşın elə məhz üzərində gəlib. Və mənə görə yəni bir nömrə özəllik bu maşınlarda məhz budur. Gördüyünüz 2 şarj portunun olmasıdır. Biri GBT AC-dir. Bizim maşınlarda olan adi ev zaryatkası üçün və GBT DC. Bundan yəni şəhərin demək olar ki 90% yerlərində siz şarjı qoya biləcəksiniz. Sürətli şarjdan söhbət gedir. Məncə maksimum 40 dəqiqə falan, yarım saat 40 dəqiqə bəlkə də dolar. Çünki 120 kilometrdir full şarjla getməsi. Evdə bizdə 55 kilometr 4 saatı dolursa bizim adaptör, bu adaptör yəqin ki 3 kW verəcək. İndi öyrənib bunu sizə dəqiq deyərəm. Çöldə və evdə nə qədər dolur. Yanlarda təzədən eyni şeyləri təkrar eləmək istəmirəm. Kameralar bu tərəfdən də var. Salonda olan elementlərin fərqlərini sizə göstərəcəm. Yalnız bircə fərq arxada var. O da ki, arxa ortada olan bu dirsək altlığıdır. 2 stakanlıqla bir yerdə. Bu yalnız fulllara məxsusdur. Yəqin ki, Seal 05 sürənlər təsdiqləyə bilər. Avtomobilinizin demək içərisi qara salonlandı. Videoda bilmirəm necə görünür. Yəqin ki, boz görürsünüz mənim kimi. Maşını işığa çıxaracağıq. Maşını görə bilərsiniz. Maşının rəngi bozla göyün qarışığıdır deyə. Hətta texpasportda göy yazılıb, amma məsələn indi baxsaz yaş asfalt rənginə oxşuyur. Biraz mənə görə xamilyondur rəngi. Arxasına baxın, bu əsl rəngi budur. Görürsünüz, göy rəngi. Amma böyürdən biraz qaranlıq olanda artıq olur mokr asfalt.
Gəlin indi içərisində, avtomobilin içərisində olan fərqləri sizə göstəreyim. Demək, ilk öncə elə buradan başlayaq. Demək, 4 şüşə qaldıranın 4'ü də avtomatdır. Maşın sadəcə olaraq yuyulub, indi açıb bağlayıb sizə göstərə bilmirəm. Güzgülərin qatdalanmasıdır, avtomatik. Yəni, burada bu knopka bilirsiniz, bu yalnızca fulllara aiddir. Və 4 şüşə qaldıranın 4'ü də təkcə buradan deyil, elə arxadan da, yəni buradan da baxsaz görə bilərsiniz. Burada da belə avtomatikdir, yəni 4 bir tərəfdən avtomatikdir. Adi maşınlarda yalnız sürücü tərəfdə olan avtomatik həm qalxır, həm düşür. Bu fərqlərlə bu qədər. Buradan da yəqin ki gözünüzə artıq çarpdı. Bu monitorun görüntüsü özü tamamilə fərqlidir. Həmçində bu monitor tamamilə fərqlidir. Düzdür, sönmür, amma ölçüsü Destroyer 05'in monitoru qədər də deyil. Elə bir ki ikisinin ortasındadır. Bir var o dədə-baba öyrəşdiyimiz Gimplus'un balaca monitoru, bir var Destroyer'ın monitoru biraz böyüdür. Bu mənə nəsə onların ortasında bir şey gəlir. Yəni Destroyer'ə yaxın bir şeydir, amma gördüyünüz kimi sistem tamamilə fərqlidir. Yəni menü fərqlidir. Baxın, görə bilərsiniz. İşləməsi yəni Destroyer'dan daha güclüdür, çünki RAM bunlarda daha güclüdür. İndi buradakı olan fərqlərini də çoxsun inşallah göstərəcəm. Gəlin indi rolun üzərində olan fərqləri də göstəreyim. Yəni Seal 05 sürənlər yenə də təkrarçılıqçı olmasın. Baxan kimi roldan artıq fərqləri, öz maşınlarına olan fərqləri gördülər. Baxın, bu 360 dərəcə kameranın olan görüntülərin fərqidir. Yəni 360 da deyil, 540 deyə bilərik buradan. Daha sonra bu ara məsafəsi saxlamaq üçün olan funksiyalarıdır. Və burada bu gördüyünüz, bu da əlavə olaraqdır. İndi birazdan maşın yiyəsinin özü ilə bir yerdə bu fərqləri çalışacaq sizə göstərək. Burada heç bir fərq yoxdur. Burada da sözsüz ki, heç bir fərq yoxdur. Yəni bu adi bir şeylərdir. İndi sürüşdə sizə fərqləri göstərəcəm. Buradakı fərqlərdən birincisi avtomatik parking olunmasıdır. Bunun sadəcə olaraq aktiv olunması üçün gördüyünüz kimi proqram lazımdır. Mən bunu bir dəfə BYD Song Plus-da eləmişəm. Çox rahat bir funksiyadır. Avtomatik parkovka eləyir. Bunu inşallah yeni alıcısı olandan sonra bu maşını ikinci dəfə menüsünü tam incələyəcəm. Çünki bunun menüsünə baxsaq, baxın, görürsünüz burada dəhşət çox fərqlər var. Bunlar hamısı bu adaptiv cruise control, safety, görürsünüz parkovkanın şeyləri də bu menüyü incələmək üçün çox vaxt lazımdır. Mən sadəcə olaraq bu videoda çalışacağım ki, qısa da olsa adi Seal 05 ilə fullun arasındakı olan fərqləri sizə göstəreyim. Gəlin indi demək, bax, maşını sürdük. Gəlin maşına, öz maşınımıza elə yaxın məsələn verək. İndi burada görəcəksiniz. Baxın, maşına yaxınlaşdı, görürsünüz. Burada maşın var, bizim maşınımız. Hal-hazırda yəni buradan da yanından keçirik. Fərqi göstərir. Maşınımızın yanında bir adam var. Yaxınlaşmamış da belə, baxın. Həmən o adamı da göstərir. Hamısı bu kameraların özəlliyidir. Hətta onun böyründə də dayansaq belə yenə də oxuyur. Xəttənmə yoxdur. Xəttənməni düzəltmək istəyir. Xəttənmiş olan yerlərdə də zolaq tutması var. Və bir neçə funksiyası var. Yəni zolaqdan çıxmamada qoya bilirsiniz və yaxud da çıxsın, amma vibrasiya versin. O funksiyası da var. Yəni bu funksiyaların yarımçıq da olsa sizə göstərəcək fərqlər, amma bunları göstərmək istədim ki, sizə yəni görəsiniz ki, nə boyda fərq var adi elə bir monitorda. Baxın, indi yaxınlaşırıq məsələn bu maşınlara, baxın. Burada indi nə qədər maşın varsa, baxın. Hamısını sırayla, hətta
SUV və sedan olduğunda açıq-aşkar göstərir. Baxın, burada nə qədər maşın varsa, hamısını bu burada göstərir. Yəni burada elə adamlar da olsa, adamların hamısını oxuyub sayıb göstərəcək. Bu da parklanma üçün çox gözəl bir funksiyadır. Yəni parklanma burada bizdə aktiv olsaydı, məsələn bura vermək istədiyimizi göstərsəydik maşına, avtomatik özü parklanma edəcəkdi. Demək, BYD Seal 05-də indi ara məsafəsi olan funksiyanın yoxlanışı gedəcək. Gördüyünüz qabaqdakı mənim maşınımdır. Demək, gəlirsiniz maşının arxasıca. Sonra burada qabağınızda görürsünüz, o maşını göstərir. Bunu basırsınız və tutur. Ayağımı qazdan çəkirəm. Qabağımdakı baxın, ayağımı çəkmişəm qazdan. O maşın sürdükcə görürsünüz, onu fiks edib özü o maşınla ara məsafəsi saxlayaraq o maşını izləyir. Görürsünüz, o monitordan itən kimi artıq özü də buraxdı. Çox gözəl funksiyadır. Yəni sürətindən asılı olmayaraq həm tıxacda istifadə edə bilərsiniz, həm də uzun, yəni 100-lük, 110-luq yollarda da istifadə edə bilərsiniz. Çox rahat bir funksiyadır. Bu da bu maşının özəlliklərindən biridir. Və Seal 05-in əsas özəlliklərindən də biri də gördüyünüz lukun olmasıdır. Bunu belə açdınız və burada belə bir düyməsi var. Demək, bunu basdınız, adi belə fortuska kimi açır və sonra sıxıb saxlayırsınız, tamamilə açır. Bu da yalnız fulllara aiddir. Sonra bir dəfə knopkanı basırsınız, özü gəlib oturur öz yerinə. Demək, daha özəlliklərindən də biri, baxın, indi öz maşınımın arxa-arxaya verəcəm öz maşınıma tərəf. Yəni bu görüntünün özü belə, görün nə qədər fərqli göstərir və yaxınlaşdıqca gördüyünüz kimi kiçik monitorda ara məsafəsinin santı olmasını göstərir. Baxın, 40, 41, 30, 32, gördüyünüz kimi 77, o da 456-da buradadır. Və müxtəlif rakurslardan da maşınınıza baxa bilərsiniz. Yəni barjurla olan ara məsafəsinizə də baxa bilərsiniz. Yəni bunun görüntüsünə heç nə satmaz. Başlamısan? Bax, adi burada baxa bilərsiniz də, bax, sağdakı adamları, yoldakı olan, hərəkətdə olan maşınları xətti tutub görürsünüz. Bax, indi qabağımıza yol nişanları çıxacaq. Hətta onları belə bizə göstərəcək. Gözləyin. Yolda olan maksimal sürətin limitləyicisini görə bilmirəm. Sizə də göstərim. Bax, müayinələr yanından keçəndə müayinələrin hamısını göstərir. Hardan nə yaxınlaşdığın hamısını göstərir və işimizi rahatlaşdırır. İndi üzü günə doğru gedirik, ola bilər biraz pis göstərsin. Baxın, mən indi xətti pozmaq istəyirəm. Tutaq ki, favorotnik istifadə eləmədən zolağı dəyişirəm. Baxın, siz hiss eləmirsiniz, rolda demək vibrasiya gəlir və qırmızı xətt gəlir buradakı. Bax, qaydaları pozma. Amma niyəsə ən çox sağa dönəndə eləyir. Hə, o buranı pozanda. Amma siz baxın, adi bu
arxa görüntü kameranın görüntüsüdür. Baxın necə rahat və geniş götürür, göstərir. Həm də rəng keyfiyyəti yerlə göyə qədərdir. Demək, daha bir özəlliyi, menüdən girirsiniz GVR-a. Dediyim kimi maşının video registratoru olduğuna görə hal-hazırda da çəkiliş eləyir və buradan çəkilmişlərə də girib baxa bilərsiniz. Məsələn, bayaqlar bizim yola çıxmamız haqqında belə bir video var. Və burada maşını saxlamışıq, görürsünüz. Hətta tormozun verilməsi, sürətiniz, hansı rejimdə olmusunuz, kəmər bağlı olub yoxsa. İndi bu ağ rəngdəcə demək ki, kəmər taxılı olub. D drive rejimində olduğudur. Burada tormozda bu qazdır. Pavorotniklərdə işıqlarınız yanıb yanmayıb, dumanı yanıb yanmayıb. Hamısı var. Dəqiqəsinə, saniyəsinə kimi görüntünün də ideallığını görə bilirsiniz. Yəni bu öz daxili yaddaşına verir. Əlavə olaraq da yaddaş kartı əlavə edib orada yaza bilərsiniz. Amma özünün kifayət qədər yaddaşı var. Səhv eləmirəmsə 128 olacaq. Pavorotnikin hal-hazırda yanmasını görürsünüz. Pavorotniki yandırmışıq. Qazın bu da 3 yazılması təxminən o özlüyündə indi bir şey eləyib də, yəni 1 biraz zəif basırsan, 2 biraz orta, 3, 4, 5 və s. Buyurun. İndi hal-hazırda keçəcəm maşının ön hissəsinə və buradan mənim şəklimi də çəkəcəyik və onu da sizə qalereyada göstərərik. Buyurun, bu da bizim şəklimiz. Sadəcə olaraq qaranlıq yerdə təşrif deyə, yəni belə düşüb. Bu da hər hansı bir sizin işinizlə bağlı və yaxud da hər hansı bir yeri yadda saxlamaqla bağlı sizə lazım olan funksiyalardan biridir. Demək, belə bir şey göstərim sizə. Burada sizdə kiçik ekranda full şarjla nə qədər gedə biləcəyinizi göstərir. 59, 64. Hal-hazırda da maşının gördüyünüz kimi 63% şarjı var və həmən o 63% şarjla 64 kilometr gedə biləcək. Bunu göstərmək istəyirəm sizə. Yəni 120 kilometr fərq buradan açıq-aşkar görsənir. Son olaraq maşının qiymətini deyirəm sizə. Turbazda da girib baxa bilərsiniz. Maşının qiyməti, deyiliş qiyməti 29 mindir. Hətta düşülüb qiymətindən 29 min qoyulub hal-hazırda. Razılaşma yolu var. Əlbəttə ki, real alıcıya endirim olunacaq. Demək, qardaşın əlaqə nömrəsi də videonun altında olacaq. Əlaqə saxlaya bilərsiniz. Deyin, YouTube'da gördük. Türkiyədən gəlmişik deyə əlaqə saxlasaq, qardaş özü biləcək. İnşallah ki, endirim də eləyər, amma nə qədər endirim eləyəcək onu bilmirəm. Dedi, zəng vursun, özüm danışacağım real alıcı ilə. Belə, bu videomuzdan da bu qədər. Ümid edirəm ki, maraqlı oldu. Maraqlı gəldisə sizə video, zəhmət olmasa videonu bəyənin. Kanala abunə deyilsə kanala abunə olun. Qarşıda bizim maraqlı videolarımız olacaq. Belə, inşallah gələn videolarda səslənərik. Sağ olun.